Deyir, ağıllı insanı təəccüb eləməz. Amma Allahın işləri o qədər gözəl və maraqlıdır ki, hər zaman təəccüb edirsən onun gözəlliklərinə. Azan və iqamə uşaq körpə doğulan kimi deyir, sağ qulağına azan oxuyarlar, sol qulağına iqamə. Və maraqlıdır ki, insan dünyasını dəyişəndə cənazə namazında onun həmin o namazı, cənazə namazı azan və iqaməsiz qılınır. Yəni insan ömrü azan iqamə ilə o namaz arasında olan qədərdir. Və Allahın Quranda Bismillahirrahmanirrahim adı ilə, öz adı ilə başlayıb Fatihə ilə, sonda da Quranı insan sözü ilə bitirməsi Allahla bu Quran insan arasındakı münasibətdir, əlaqədir. Cənazəni aparanda hər zaman diqqət eləyirdim ki, görürəm o alim qarşıda molla hər dəfə bir surəni oxuyur. Fəbəyyə ələi rəbbikümə tükəzziban. Sonra getdim, bu maraqlandım ki, o nə deyir? Və ərəb dilini bilmirəm, amma o sözün özünü öyrənmək üçün dedi ki, bundan sonra da mı Allahın nemətlərini yalan hesab edirsiniz?